Bir ərəb dilində olan sözü insanda isbat edirlər, amma Allahda deyirlər bilmirik. Və bu ən böyük ziddiyyatdır. Allah bu əməli sevir elə. Allahda sevməyin mənası yoxdursa, mən səni necə rəğbətləndirim? Və qəzəblənməyin Allaha olan mənasını biz bilmiriksə, onda mən səni nəyə qorxuzuram? Mənasını bilmirsənsə, mən səni nəyə çağırıram? Allah Taala'nın sifətlərini tafvid etməyimiz keyfiyyətdədir. Amma mənada isə isbatdır. Bu sələf salihin əqidəsidir. Ümumiyyətlə bilmək lazımdır ki, hər bir şeyin, yəni istilahi və şərii mənasından əvvəl lüğəti mənası var. Hər bir şeyin lüğəti mənası var. Tafvid sözü, yəni favvada feilindəndir. Yəni bir şeyi həvalə etmək, bir şeyi tərk etmək və ya bir şeyi yəni nəyəsə həvalə etmək, tərk eləmək. Tafvid sələf edibmi, etməyibmi? Yəni sələf tafvid edibmi, etməyibmi? Bu suala nə yox, nə hə demək olmaz. Yəni demək olar ki, hə tafvid edib, nə demək olmaz, yox, etməyib. Bu məsələdə təfsilat var. Biz deyirik ki, sələf tafvid edib və həmçinin tafvid etməyib. Sələf tafvid edib keyfiyyəti, yəni keyfiyyəti həvalə edib Allaha. Amma mənanı tafvid etməyib. Onlar isə deyirlər ki, yeni əşarilər və ya tafvid əhli, onlar deyirlər ki, Allah Taala'nın sifətlərindəki məna bizə məlum deyil. Mənasını Allah Taala'ya həval edirik. Biz mənasını bilmirik. Sələf deyir ki, sələf-i salih deyir ki, biz mənasını bilirik, lakin keyfiyyətini bilmirik. Yəni bizim kəlmələrlə onların kəlməsi arasında iştirak, müştərəklik, tafvid sözüdür. İxtilaf, məna mı tafvid olunur, yoxsa keyfiyyət mi? Biz burada onlarla ixtilaf eləmişik. Və onların mənanı Allaha tafvid eləmələri, həvalə eləmələri, buraxmaları, onları sələf-i salihin yolundan çıxardır. Çünki sələf-i salih keyfiyyəti Allaha həvalə eləyib. Məna başa düşüb. Məna başa düşüb. Və biz ayələrə, hədislərə və sələfin sözlərinə fikir versək, görərik ki, onlar Allah Taala ayələrinə məna veriblər və o ayələr ki, Allah Taala'nın sifətləri ilə bağlıdır. Məsələn, onlardan, gətirək İbn Abbasdan, nə üçün İbn Abbasdan və İbn Abbasdan sonra hətta İbn Teymiyyəyə qədər, nə üçün bunlardan gətirək? Çünki onlar deyirlər ki, tafvid mənaya İbn Teymiyyə başlayıb. Və bu İbn Teymiyyə üçün böhtandır. Yəni insan bir alim haqqında, bir kəs haqqında söz deyəndə heç olmasa Allahdan qorxmalıdır. Çünki sən qiyamət günü onunla görüşəcəksən. Tafvid rədd elə. Amma demə İbn Teymiyyə deyib onu. Çünki bizim əlimizdə səhih əsərlər var ki, İbn Teymiyyədən qabaq, sahabə, tabein, ətbə tabein, 4 məzhəb, imamlar, alimlər, onlar mənanı isbat ediblər. Keyfiyyəti isə tafvid ediblər. Məsələn, İbn Abbas radiyallahu anh'ın bu ayə ki, Allahu yestehzi'u bihim, Allah da onlarla istehza edir, buyurub ki, yesxaru bihim, onlarla istehza edir mənası suxriyə mənasındadır. Yesxaru bihim, onlara əzab vermək üçün. Mənan verib. Və həmçinin biz baxsaq, və huvə şədidul mihəl. Allah Taala şiddətli mihəl sahibidir. Yəni şiddətli mihəl sahibidir. Buyurur ki, Sufyan əs-Savri rahimallah buyurur ki, şədidul mihəl, şədidul intiqam. Şiddətli intiqam məna verdi. Yəni mihəl, intiqam mənasındadır. Demədi, bilmirəm mənasını, Allah bilir. Amma mihəl Allah Taala'ya keyfiyyəti, belə deyək də, həvalə olunub, aid edilən bir sifətdir. Amma mənası məlumdur. Və həmçinin Əbu Ubeyd buyurur ki, şədidul mihəl, şiddətli mihəl sahibi əl-keydu vəl-məkr. Keyd, yəni hilə və məkir deməkdir. Və buyurur ki, qalə Fərra demişdi ki, müməhələ. Yəni Allah Taala şiddətli intiqam
Yəni məna vermişdi. İntiqam və yəni hilə quranlara qarşı hilə qurandır. Amma demək ki, mənası yoxdur və sələf bunun mənasında susub. Necə susub ki, biz gətiririk Əbu Ubeyddən, biz gətiririk İbn Abbasdan, biz gətiririk həmçinin başqa sələflərdən, necə ki İmam Dərim Rahiməllahdan və həmçinin gətirə bilərik sənin üçün İbn Quteybədən gətirmək olar ki, Allah Teala buyurur ki, və huvəl azizul gafur, o izzətli və bağışlayandır. Buyurur ki, İbn Quteybə, İbn Teymədən qabaq yaşayıb. İbn Quteybə buyurur ki, rahiməhullah, o Allah Teala'nın bağışlama sifətidir. Və deyib ki, qafartu şey, bir şeyə qufran etdim, yəni qattaytuhu, örtdüm onu, məna verir. Yəni Allahın qafur olması, qufran sifəti, məğfirət sifəti örtmək mənasındadır. Deyir, İzə qattahu. Necə? Örtmək mənasında gəlib. Necə deyirsən ki, kəfərtuhu, onu küfr etdim, yəni qattaytuhu, onu örtdüm. Çünki küfr imanı örtdüyünə görə küfr adlanıb. Küfr sözün mənası örtmək deməkdir. Məsələn, gətirib ki, buyurur ki, necə deyirlər ki, əğfiru min kədə, filan şeyi qufr edirəm, yəni əsturu, yəni örtürəm. Yəni, qafəra mənası qatta və ya sətara, örtmək mənasındadır. Və sələf bunu Allah Teala'nın sifətini izah eləyəndə bəyan edib. Məsələn, bunlar deyirlər ki, Allah Teala'nın sifətlərində mənanı biz bilmirik. Amma insanda bilirik. Yəni, bir ərəb dilində olan sözü insanda ispat edirlər, amma Allahda deyirlər bilmirik. Və bu, ən böyük ziddiyyatdır. Və həmçinin gətirmək olar, İbn Məsud radiyallahu buyurur ki, və İbn Abbas radiyallahu buyurur ki, rahiməhullah, həmçinin Mücahid rahiməhullah, İbn Abbasdan rivayət edir ki, Ər-Rahmanu aləl arş istəvə, Rəhman ərşinə istəvə etdi, qalə Mücahid, Mücahid dedi, hicrətin 103-cü ilində vəfat edib. Mücahid. Hicrətin 104-cü ilində daha doğrusu. Fi təfsiri istəvə aləl arş. Ərşin üzərinə ucalmaq deməkdir. Alə. İstəvanı alə deyib. Alə və istəva alə mənasındadır. Və Əbu Aliyə hicrətin 93-cü ilində vəfat edib. Əbu Aliyə hicrətin 93-cü ilində thumma istəva ilə səmə, sonra səmaya yüksəldi ayəsin təfsirində buyurur ki, irtəfəə, qalxdı, yüksəldi, ucaldı. Və həmçinin Əl-Kəlbi buyurub ki, istəqarra, ucaldı, yəni qərar tutdu mənasındadır. Lakin Allahda keyfiyyətini bilmirik. İspat edirik mənasını. Çünki mənasını bilirik və mənasını bilmədiyimiz söz, mənasını anlamadığımız şey bizim nəyimizə lazımdır ki? Ümumiyyətlə bizə mənası deyilməyən şeydə nə hikmət var? Məsələn, mən deyirəm ki, Allah bu əməli sevir elə. Allah sevir. Allahda sevməyin mənası yoxdursa, mən səni necə rəğbətləndirim? Və deyirəm ki, Allah bu əmələ qəzəblənir və qəzəblənməyin Allaha olan mənasını biz bilmiriksə, onda mən səni nəyə qorxuzuram? Yəni, qəzəb, səncə ki, mənasını bilmirik. Yəni, onda niyə qorxuzuram səni? Və niyə sənə sevdirirəm? Deyirəm, Allah Teala bu əməli sevir. Allah Azza və Cəllə də bir şeyi sevə bilər. Biz sevginin nə olduğunu ispat edirik, mənasını bilirik, amma Allah necə sevir? Allaha həvalə edirik. Allaha buraxırıq. Siz deyirsiniz ki, Allah sevir, mənasını bilmirik. Yəni, mənasını bilmirsənsə, mən səni nəyə çağırıram, nəyə rəğbətləndirirəm? Və Allahın qəzəblənməyin də bilmiriksə mənasını, mən səni nədən qorxuzuram? Ümumiyyətlə, mən sənə anlamadığın, bilmədiyin sözdən danışıram. Və ən böyük ziddiyyatımız nədir? Bir şey qəzəbi lüğətdə ispat edirsiniz, Allahda inkar edirsiniz. Biz isə mənanı ispat edirik, lakin keyfiyyəti həvalə edirik hər birinin özünə. İnsanda insan, Allahda Allah, məxluqda məxluq və s. və ilə axır. Və həmçinin İmam Abdullah ibn Əhməd rahiməhullah deyir ki, yəni
Əhməd ibn Həmbəldən atasından rəvayət edib deyir ki, cəhmilər onlar küfr əhlidirlər. Onlar küfr əhlidirlər. Hətta deyib ki, onların imanları sabit, imanları möhkəm deyil. Hətta deyib ki, bəzi yerlərdə deyib ki, onların cənazəsinə belə getməyin. Cəhmilər barədə. Təbii ki, bu ümumi sözdür. Və sonra Taha surəsində Ər-Rəhmənu aləl arş istəva, Taha surəsi 5-ci ayə buyurub ki, istəva, İmam Əhməd rahimallah buyurur ki, yəni o Rəhman ərşin üzərinə yüksəldi. Və onlar İmam Əhmədin bu məzhəbində hardadılar? Yəni İmam Əhmədin bu məzhəbində hardadılar? Necə fikirləşirlər? İbn Quteybə rahimallah buyurur ki, Allah Teala bəl yədəhu məbsutətən, onun iki əli də açıqdır. Buyurur ki, humə əl-yədəni əllətəni tə'rifu ən-nəs. Bu insanların bildiyi əldir. Yəni mənasın. Amma keyfiyyət Allah Teala bilir. Yəni yəd ikilikdə gələrsə aydındır ki, orada əldən söhbət gedir. Amma Allah Teala'ya nisbətdə Allah bilir. Allah Subhanahu daha doğrusunu bilir. Həmçinin biz başqa gətirsək məsəl üçün İbn Abbas radiyallahu anh'ın bayaq qeyd etdiyimiz Allah istehza edir, yəni onlardan intiqam almaq üçün, onlara belə deyək də əzab vermək üçün onlarla suxriyə edir. İstehza edir. Allah ki, necə? Allah bilir. Amma istehza sözünün mənası ərəb dilində məlumdur. İstevanın mənası ərəb dilində məlumdur. Əlin ərəb dilində mənası məlumdur. Və bizim Allah Teala'nın sifətlərini tafvid etməyimiz keyfiyyətdədir. Amma mənada isə isbatdır. Bu sələf salihin əqidəsidir. Bəli. Allah sizdən razı olsun, Masum. Siz vurğuladınız, cəhmilər deyir ki, Allahın əli deyəndə başqa təhvil eləyənlər var, təfvid eləyənlər var. Bunlar İnkar eləyənlər var, cəhmilər. Nə üçün sələflərdən fərqlənirlər? Niyə bu yola baş tutdular? Niyə Allahın dediyi kimi qəbul etmədilər? Nədən qorxdular? Ən birinci təslim olmadılar sahabilərin yoluna. İkinci, onlar bənzətdilər. Allah birinci bənzətdilər. Amma onlar deyir, biz bənzədirik axı. Yox, biz bənzətmirik. Biz deyirik ki, bənzətmirik. Biz deyirik ki, isbat edirik. İsbat bənzətmək demək deyil. Bir şey isbat eləmək başqadır, bir şey bənzətmək başqadır. Məsələn, mən deyirəm ki, aslan, meşənin sultanı, qəzəbləndi. Və deyirəm ki, məsələn, müdir qəzəbləndi. Yəni, onun qəzəbi bunun qəzəbi kimidir? Yox, o qəzəblənəndə dağıdır, bu qəzəblənəndə ola bilər ki, danlayır və ya nəsə. Qəzəb müştərək olan bir sifətdir. Həm insanda, məsələn, həm heyvanda. Amma keyfiyyəti, o qəzəbin keyfiyyəti ayrıdır. Aydındır. Biz insan da qəzəblənir, heyvan da qəzəblənir deyənə, insan heyvana oxşamasın deyənə demirik ki, insan qəzəblənmir, niyə heyvana oxşayar? Yox, o heyvana oxşamaz. Yəni, heyvan özü, insan özü. Hər kəsin özündə qəzəb nə olur? Öz keyfiyyətini tapır. İmam Malik rahimahullahdan gəlib biri soruşur ki, Allah necə istiva etdi? İstivanı soruşur. İmam Malik deyərdi ki, istiva mənasını bilmirik. Dedi ki, istiva qeyru məchul. Yəni, məchul, bilinməyən bir şey deyil. Əl-istiva qeyri məchul. İstiva məchul bir şey deyil. Yəni, məlum bir şeydir. Vəl-keyfu qeyru məqul. Keyfiyyəti isə ağıl kəsmir. Aydındır? Başqasında, başqa bir əsərdə deyib ki, əl-istiva məlum, istiva məlumdur. Yəni, mənası ərəb dinində. Vəl-keyfu məchul və keyfiyyəti məchuldur. Ona iman etmək vacibdir və o haqda sual vermək bidətdir. Amma sələfin üstünə, İmam Əhmədin üstünə böhtan atmaq ki, demək ki, o təfvid edib mənanı, bu iftiradır. Və Malik iftiradır. Əbu Hanifə iftira. Bunlar hamısı iftiralardır. Və həmçin iftiradır İbn Teymiyyəyə ki, birinci o bu məsələyə
başlayıb və sonra ondan sonra kimlərsə götürüb. Bu iftiradır və onlar Allahdan qorxsunlar, yəni belə şeylər eləməsinlər. Mən demirəm nəsə danışma, amma böhtan atma İbn Teymiyyə. Son olaraq məsələn əcaib fikirlərdən biri də budur ki, İmam Əhmədə təfvidi bildik. Allah sizdən razı olsun, cavab verdiniz. Yəni onların təfvid nisbət eləmələri İmam Əhmədə. Hətta deyirlər İmam Əhməd təvil eləyib. Allahın adı olsun. İmam Əhməd təvil eləyib, bəli. İmam Əhməd təvil eləyib. Nə eləyib? Təvil İmam Əhməd rahimehullah o ayələr ki, təvil oluna bilər, təvil eləyib. Təvil nə deyib? Təvil odur ki, sözü dəlalət etdiyi zahirdən çıxardıb dəlil üzərində, hava üzərində yox, dəlil üzərində başqa bir məna vermək. Yəni o məna ki, o sözdə var. Misal deyə bilərsiniz? Məsələn Allah Teala buyurur ki: "Və izə qara'atel Qur'an", Quranı oxuyub bitirəndə "Fəstəiz billahi mineşşeytanirracim", qovulmuş, rəhmətdən qovulmuş şeytandan Allah'a sığın. Allah deyir ki: "İzə qara'atel Qur'an", Quran oxuyanda. Yəni ayənin zahiri budur ki, mən Quran oxuyub qutarıb sonra deməliyəm "Əuzu billahi mineşşeytanirracim". Amma mənim əlimdə Peyğəmbər sallallahu əleyhi və səlləm dəlili var ki, o başlayanda deyib. Mən bu ayənin dəlalət etdiyi zahiri ləfzi var, oradan çıxardıram. Deyirəm ki, yox. Başlayanda denən. Çünki əlimdə bir dəlil var. Onun zahirindən çıxardıb başqa bir məna. Deyirəm burada əvvəldən bismillah demək, şeytandan Allah'a sığınmaq. Amma ayə deyir ki, əgər Quran oxuyarsansa, və yəni məsələn Allah Teala buyurur ki: "Və kəzəlikəl yevmə tunsə", bugün də səni unuduruq. Məsələn sələf onu Allah'ın unutmağı deməyib, Allah'ın unutmaq sifəti var. Deyib ki, sələf yəni səni tərk edirik. Kəzəlikə ətətkə əyatuna fənəsitəhə. Sənə ayələrimiz gəldi, sən onları unuttun. Heç əzbərləmişdik onda da və ya bilirdik onda da. Fikir vermədin, tərk etdin ayələrimizi və kəzəlikəl yevmə tunsə, bugün də səni biz unuduruq. Yəni səni tərk edirik. Yəni Allah Teala unutmaq, onun sifətin verilməyi olmaz. Çünki o sifət ki, naqisdir, o Allah'a verilməz. Aydındır? O Allah'a, çünki əhlüsünnə vəl cəmaa Allah'ın sifətlərinə şərtlər üzərində inanır. Şərtlər, qaydalar. O sifət ki, məsələn, intiqam sifəti və ya keyd, hilə və ya məkr sifəti. Bunlar müqabil deyilir. Yəni hilə quranların hiləsinə. Çünki keyd, hilə özü özlüyündə naqis bir şeydir. Allah'a yaraşmaz. Allah Teala o sifəti özünə nisbət edib müqabil. Yəni onların hiləsinə qarşı. Aydındır? Və təvilə misal kəzəlikəl yevmə tunsə. Bugün də səni unuduruq. Məsələn burada Allah Teala unutmaq sifəti yaraşmaz. Və sələf deyib ki, nəsiyə sözü tərk eləmək mənasına gəlir. Tərk eləmək mənasına gəlir. Və burada məna da tərk eləməkdir. Aydındır? Tərk eləməkdir. Bu onların dediyi bidət əhlinin təvili deyil. Yox. Və sələfin deməsi ki, əmirruhə kəmə cəət, necə gəlib elə tərk eləyin, bilə təfsir eləməyin. Yəni cəhmilərin təfsiri. Yəni əşarilərin təfsiri. Yəni mü'təzililərin təfsiri. Axı sələf təfsir eləyib axı. Onlar qəsd ediblər ki, o təfsir, hansı ki, onlar fəsadlı təfsir eləyiblər. Söhbət orada o təfsirdən gedir. Yoxsa sələf təfsir eləyib axı. Bəli. Allah sizdən razı olsun. Allah sizdən razı olsun.